Azərbaycanda kənd təsərrüfatına, xüsusilə də meyvə bağlarına ən çox zərər vuran hadisələrdən biri də şaxta vurmadır. Müqayisə üçün deyək ki, 2025-ci ildə Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına 1 milyon manata yaxın sığorta ödəniş edilibdir. Bunun 780 min manatı məhz şaxta vurma hadisəsindən olubdur. Və şaxta vurma nədir? Onun adi temperaturun aşağı olması ilə fərqi nədən ibarətdir? Və şaxta vurma riski hansı vaxt başlayır? Aqrar Sığorta Fondunun normativ sənədlərinə, daha dəqiqi məhsul şərtlərinə əsasən şaxta vurma temperaturun 0 dərəcədən aşağı düşməsi və bunun nəticəsində bitkilərə, o cümlədən meyvə bağlarına dəymiş zərər deməkdir. Bəs şaxta vurma riski nə vaxtdan işə düşür? Yenə də məhsul şərtlərinə əsasən şaxta vurma riski ilin heç də bütün vaxtlarında qüvvədə olmur. Şaxta vurma riski o vaxt başlayır ki, bitkilər çiçəklənmə dövrünə başlasın. Bu isə o deməkdir ki, bağdakı bitkilərin ən azı 5% çiçəklənməlidir. Məhz bundan sonra şaxta vurma riski başlayır. Şaxta vurma riskinin olmasını qanuna görə həm də Ekologiya Nazirliyinin verdiyi rəsmi sənəd təsdiqləməlidir. Məhz bundan sonra həmin fermerə şaxta vurmadan zərər çəkmiş təsərrüfata sığorta ödənişi həyata keçirilir.